Məhkəməsi qondarma kol mərkəzlər işi üzrə Eliso Kilacı, Otar Parçxalacı və digər təqsirləndirilən şəxslər barəsində həbs qəti imkan tədbiri seçib. İlk iclas Tbilisi City Court-da qapalı keçirilib. Kronika Plus-un təsisçisi Kilacıya Cinayət Məcəlləsinin 180-ci və 194-cü maddələri dələduzluq və qanunsuz gəlirlərin leqallaşdırılması ilə ittiham irəli sürülüb. Onu 9 ildən 12 ilə qədər həbs cəzası gözləyə bilər. İş üzrə ümumilikdə 10 nəfər təqsirləndirilir. O cümlədən gizlənilən keçmiş baş prokuror Parçxalacı və onunla əlaqəli şəxslər. Güclü Gürcüstan Lelo siyasi planları ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Lelo müstəqil siyasi subyekt kimi mövqelənməni davam etdirəcək. Bildirilir ki, demokratik qüvvələrlə sistemli birlik formatı ilə bağlı bir neçə təklif edilməsinə baxmayaraq, belə ki, birlik baş tutmayıb və nəticədə bütövlükdə müxalifət spektrinə ictimai etimad zədələnib. Georgi Qaxaryanın komandasının üzvləri Lelonun bu mövqeyinə təəccüblənmədiklərini və onlarla dialoqa hazır olduqlarını bildiriblər. Hakim komandaya gəlincə, Gürcü Arzusu partiyasında Xazaradze Caparidze partiyası destruktiv siyasi qüvvə kimi qiymətləndirilir və onların siyasi planlarına skeptik yanaşılır. Ayətullahlar səhv edər və bizə hücum etsələr, onları təsəvvür edə bilməyəcəkləri cavab gözləyir, deyə Benjamin Netanyahu bildirib. Qəza ilə bağlı danışan Netanyahu vurğulayıb ki, Həmas mütləq şəkildə tərk silah olunacaq və Qəzza demilitarizasiya ediləcək. Türkiyə istəyir ki, ABŞ və İran hərbi əməliyyat və ya müharibə olmadan real danışıqlar yolu ilə razılığa gəlsinlər, deyə Hakan Fidan bildirib. Fidanın sözlərinə görə, Omanlı vasitəçi ABŞ və İranla aparılan danışıqlardan sonra tərəflərin xüsusilə müəyyən konkret məsələlər üzrə irəliləyiş baxımından misilsiz dərəcədə müsbət siqnallar verdiyini düşünür. Qəzza məsələsinə toxunan Fidan əlavə edib ki, Türkiyə Qəzzaya bütün mümkün yollarla yardım göstərməyə hazırdır. Viktor Orban Macar xalqı adından Donald Trumpa dünyada sülhün bərqərar olunması istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib. Sülh Şurasının iclasında çıxış edən Orban bildirib ki, Macaristan Avropa İttifaqının təsisçisi üzvləri arasında bu toplantıda ən yüksək səviyyədə təmsil olunan yeganə ölkədir. Onun sözlərinə görə son 10 illiklər ərzində beynəlxalq təşkilatlar öz rollarını yerinə yetirə bilməyiblər və ümid etdiyini bildirib ki, Sülh Şurası bu rolu icra edəcək. Abxaziya Muxtar Respublikasının hökumət nümayəndə heyəti işgüzar səfərlə Palermo şəhərindədir. Səfər çərçivəsində Abxaziya Muxtar Respublikasının Təhsil və Mədəniyyət Naziri nümayəndə heyətinin üzvləri ilə birlikdə Palermonun tarixi kitabxanasına baş çəkib. Həmin kitabxanada 17-ci əsr Gürcüstan tarixini əks etdirən unikal materiallar qorunur. Kitabxanada İtalyan missioneri və rəssam Cristoforo Castelli'nin arxivi saxlanılır ki, bu da 17-ci əsr Gürcüstan haqqında ən dolğun və əyani sənədli mənbələrdən biri hesab olunur.